Birinci vitse-prezident burada molekulyar genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış oldu. Bambino Gesù Pediatrik Xəstəxanasının prezidenti Tiziano Annesti birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verdi. Bildirildi ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulan Roma şəhərində yerləşən müqəddəs taxt-tacın ekstraterritorial ərazisi hesab olunan Bambino Gesù Pediatrik Xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulan ilk strukturlar arasındadır. Diqqətə çatdırıldı ki, Bambino Gesù Pediatrik Xəstəxanası İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, müqəddəs taxt-tacın bir müəssisəsidir və birbaşa ona hesabat verir, onun rəhbərliyinə tabedir. 2006-cı ildə xəstəxana Joint Commission International tərəfindən akademik xəstəxana kimi akkreditə olunub və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat mərkəzidir. Qeyd olundu ki, San Paulo filialı xəstəxananın genetik və hüceyrə tədqiqatları üçün ən müasir texnologiyalarla təchiz edilmiş böyük tədqiqat laboratoriyalarının, o cümlədən qabaqcıl müalicə üsullarının tətbiq olunduğu əczaçılıq emalatxanasının mərkəzidir. Burada klinik diaqnozların nəticələri bir daha təsdiqlənmək üçün genetik analizlərlə qarşılaşdırılır, habelə metabolik analizlər sayəsində pasientlərə fərdi tibbi yanaşma tətbiq olunur. Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-tacın Bambino Gesù Pediatrik Xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Xəstəxana ilə qurulan əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq Azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq. Nəticədə ölkəmizdə bu sahələrdə müstəqil elmi tədqiqatlar aparmağa qadir kadr potensialı formalaşacaq. Beynəlxalq standartlara cavab verən yeni laboratoriyaların təsis olunması üçün şərait yaranacaq. Həmçinin əməkdaşlıq çərçivəsində səhiyyə mütəxəssislərimizin təlim və mübadilə proqramlarında iştirakı nəzərdə tutulub.